Salam əziz həmkarlar və hörmətli müəllimlər. İzahlı təqdimatımıza xoş gəlmisiniz. Mən bir metodist olaraq bugün sizinlə sadəcə quru bir nəzəriyyədən deyil, təhsil psixologiyasının ən vacib, ən tətbiqi mövzularından birindən Robert Gagne'nin öyrənmənin şərtlərindən danışacağam. Gəlin dərhal mətləbə keçək. Məqsədimiz bu qaydaları sadəcə əzbərləmək deyil. Bugün biz bu nəzəriyyəni götürüb sabahki dərsimizdə şagirdlərimizin öyrənmə prosesini necə daha səmərəli təşkil edə bilərik, bax onu öyrənəcəyik. Yəni bu bizim üçün praktiki bir alətlər toplusu olacaq. Başlayaq. Bugün nələrin üzərindən keçəcəyik, qısaca baxaq. Öncə Gagne'nin öyrənmə şərtləri ilə tanış olacağıq, daha sonra dərsi 3 mərhələyə, başlanğıc, gedişat və sonluğa bölüb öyrənəcəyik. Ən sonda isə nəzəriyyəni tam həzm etmək üçün maraqlı situasiya testlərimiz olacaq. Birinci hissə ilə başlayırıq. Gagne'nin öyrənmə şərtləri, effektiv tədrisin təməli. Bilirsiniz, Gagne öyrənməyə necə yanaşırdı? O hesab edirdi ki, öyrənmə mütləq şəkildə şərti bir prosesdir. Və o, təlim nəticələrini 3 əsas istiqamətdə qruplaşdırırdı. İdraki, yəni zehni işlərimiz, affektiv, yəni emosiyalarımız və psixomotor, yəni fiziki fəaliyyət. Sizcə bu nə deməkdir? Bu o deməkdir ki, mükəmməl bir dərs planlayarkən biz eyni anda həm uşağın beyninə, həm ürəyinə, həm də fiziki hərəkətlərinə xitab etməliyik. İntellekt, emosiya və hərəkət vəhdət təşkil etməlidir. Gagne'nin çox məşhur bir fikri var və mən deyərdim ki, bu, bütün nəzəriyyənin onurğa sütunudur. O deyir ki, şagirdin necə öyrənməsi nə öyrəndiyindən daha önəmlidir. Bu, həqiqətən həlledici bir məqamdır. Təsəvvür edin, niyə bəzən eyni dərsi fərqli siniflərə keçəndə fərqli nəticələr alırıq? Səbəb tam olaraq budur. Prosesin necə qurulması. Öyrənmə prosesi düzgün, yəni addım-addım təşkil olunubsa, o məlumat qısa müddətli yaddaşdan çıxıb birbaşa uzun müddətli yaddaşa həkk olunur və uşaq onu həyatda tətbiq edə bilir. Gəlin, real təcrübəmizdən bəzi miflərə, doğru bildiyimiz yanlışlara baxaq. Dərsi planlaşdırarkən bəzən nələri qaçırırıq? Bəli, dərsin əvvəlində köhnə bilikləri stimullaşdırmaq tamamilə doğrudur və şərtdir. Çünki öyrənmə heç vaxt boşluqda baş vermir, onu nəyəsə bağlamaq lazımdır. Amma o ki qaldı şagirdlərin sadəcə çox ağıllı və intellektual olduqlarını inanmağın kifayət etməsinə, təəssüf ki, bu tamamilə yanlışdır. Kaş ki, sinifdə belə bir sehirli çubuğumuz olardı, uşaq inandı və hər şeyi mükəmməl öyrəndi. Xeyr, hörmətli müəllimlər, bu prosesi sistemli şəkildə biz özümüz idarə etməliyik. İndi isə tam mənzərəni göz önünə gətirək. Təsəvvür edin ki, önümüzdə 9 addımlıq böyük bir dairəvi xəritə var. Diqqət cəlb etməkdən başlayır, fırlanaraq döz qiymətləndirməyə və möhkəmləndirməyə qədər uzanır. Biz bu dövrəni az sonra kiçik, rahat həzm olunan hissələrə böləcəyik. Amma bunu bütöv şəkildə görməyiniz çox vacibdir. Çünki bir addım digər olmadan işləmir. Onlar zəncirvari şəkildə bir-birinə bağlıdır. Keçirik ikinci hissəyə. Dərsin başlanğıcı, məqsəd. Baxın, dərsin məhz bu ilk 3 addımı çox sadə, amma bir o qədər də kritik məntiqə əsaslanır. Yeni mövzuya keçməzdən əvvəl nə etməliyik? Birincisi, uşağın beynini oyatmalıyıq, yəni diqqətini cəlb etməliyik. Bu qəribə bir sual, maraqlı bir fakt və ya saniyəlik bir səs belə ola bilər. İkincisi, mənzili, yəni məqsədimizi göstərməliyik. Uşaq bugün nə öyrənəcəyini və bu biliyin sabah onun harasına yarayacağını dəqiq bilməlidir. Üçüncü addımda isə yeni məlumatla dünənki dərs arasında körpü qururuq. Beyin yeni informasiyanı ancaq tanış olduğu köhnə bir bünövrənin üzərinə inşa edə bilir. Üçüncü hissəmiz, dərsin gedişatı, öyrənmə. Budur, dərsin düz mərkəzindəyik. Burada çox incə, amma müəllimlərin tez-tez qarışdırdığı bir fərq var. Dördüncü addım, dərsin mövzusunu hər hansı formada təqdim etməkdir. Bu mətin ola bilər, slayd ola bilər. Amma 5-ci addım, öyrənməni təmin etmək. Bax, bu tamam başqa şeydir. Bu sadəcə danışıb kənara çəkilmək deyil. Siz burada bələdçisiniz. Şagirdə istiqamət verirsiniz. Situasiyalar, yəni real case'lər verirsiniz ki, uşaq o qaydaları, o informasiyanı özü yoğursun, özü kəşf etsin. Və dördüncü hissə dərsin sonu, yəni qiymətləndirmə. Dərsin bu son mərhələsi bilikləri asanlıq fılla bağlamaq kimidir. 6-cı addımda şagirdlər nəhayət ki, o qazandıqları nəzəriyyəni praktiki olaraq tətbiq edirlər. Sonra 7-ci addım gəlir, rəy vermək. Uşaq nəyi yaxşı etdi, harada axsadı. 8-ci addımda kiçik qiymətləndirmələrlə hədəfə çatıb-çatmadığımızı ölçürük. Və gəlirik 9-cu, ən zirvə addıma, məlumatın bacarığa çevrilməsi. Layihələrlə, esselərlə şagird bu biliyi sinif otağından çıxarıb həyatla əlaqələndirir. Və nəhayət, 5-ci hissə, nəzəriyyədən təcrübəyə, situasiya testləri. Söz verdiyim kimi, indi də metodiki biliklərimizi təcrübədə, lab imtahanlarda qarşınıza çıxa biləcək situasiyalarla sınayaq. Təsəvvür edin, sinifə girmisiniz, heç nə demədən lövhəyə Abdulla Şaiq adına kukla teatrının
bir afişasını yapıştırırsınız və uşaqlardan soruşursunuz. Sizcə bu afişa bizə tamaşa haqqında nə deyir? Öz-özünüzə düşünün, Kanye'nin 9 addımından hansını icra edirsiniz? Bəli, beyninizdə bir anlıq canlandırın. Əgər ürəyinizdən diqqəti cəlb etmək keçdisə, sizi təbrik edirəm. Tamamilə haqlısınız. Dərsə açın kitabları kimi şablon ifadələrlə deyil, belə vizual elementlərlə, fərqli materiallarla başlamaq şagirdlərdə inanılmaz bir maraq yaradır. Bu, birinci addımın ən klassik və gözəl nümunəsidir. Gəlin ikinci vəziyyətə baxaq. Dərsimiz ailə büdcəsidir. Müəllim sadəcə büdcənin nə olduğunu diktə etmir. Pulu israf etməyin, lazımsız yerə xərcləməyin zərərini uşaqlar dərk etsin deyə, onlara ailələrin yaşadıkları real həyat hekayələrini verir. Sizcə, bu dəfə müəllim hansı addımdadır? Əlbəttə ki, doğru cavab öyrənməni təmin etməkdir. Yəni, 5-ci addım. Baxın, fərq göz qabağındadır. Müəllim sadəcə quru məlumatı versəydi, bu mövzunu təqdim etmək, yəni 4-cü addım olardı. Amma həyati situasiyalar, nümunələr verirsə, deməli o, uşaqların dərindən anlaması üçün onlara yoldaşlıq edir, prosesi yönləndirir. Yəni, öyrənməni bilavasitə təmin edir. Və hazırsınızsa, sonuncu, çox sürətli bir testimiz daha var. Bu dəfə biologiya dərsindəyik. Müəllim toxumlu bitkilər bölməsini tam yekunlaşdırır və uşaqlara deyir ki, indi gedin və bu mövzu ilə bağlı bir layihə hazırlayın. Sizcə bu hərəkət Kanye'nin hansı addımına uyğundur? Doğru cavab tətbiqi təmin etmək və təbii ki möhkəmləndirmək. Şagird layihə üzərində işləyəndə məcburdur ki, dərsdə öyrəndiyi o toxumlu bitkilər haqqında quru nəzəriyyəni əlləri ilə yoxlasın, tətbiq etsin, ortaya bir məhsul qoysun. Bax, öyrəndiklərini əzbərdən çıxarıb əmələ çevirmək elə məhz budur. Əziz və dəyərli həmkarlar, bugünkü izahımızdan bir dənə əsas cümləni yadınızda saxlamağınızı istəyirəm. Təlimin keyfiyyəti şagirdlərin kimliyindən yox, birbaşa bizim atdığımız məqsəd yönlü addımlardan asılıdır. Bu 9 addımı sadəcə imtahanlardan keçmək üçün yox, sinif otağında əsl fərq yaradan, usta bir təhsil verən olmaq üçün mənimsəyin. İnkişaf sizin əllərinizdədir. Ümid edirəm ki, təqdimatımız dərslərinizi planlaşdırarkən yanınızda olan etibarlı bir bələdçi olacaq. Mən, metodist Vüsalə Qacar, sizinlə xudafizləşirəm. Amma getməzdən əvvəl sizə belə bir sual qoyub gedirəm. Sabahki dərsinizdə şagirdlərinizin öyrənməsini daha da dərinləşdirmək üçün bugün danışdığımız 9 addımdan ilk olaraq hansını dəyişib tətbiq edəcəksiniz? Biraz düşünün və sinifdə öz fərqini yaradın. Növbəti izahlarda görüşənədək.